Tərana xanım, buyurun. Azərbaycan Xalq Parlamentinin dəyərli millət vəkillərini, həmçinin də ekran qarşısında əyləşib bu iclası izləyən və bizləri dəstəkləyən izləyicilərimizi salamlayıram. Dostlar, sərhədlərin saxlanılması ilə bağlı burada bir çox dəyərli millət vəkillərimiz öz fikirlərini bildirdi. Təbii ki, alqışa layiq təklifləri alqışlayıram, ad-bad çəkmirəm ümumilikdə. Nə demək istəyirəm? Bildiyimiz kimi Azərbaycan hakimiyyəti Azərbaycanın quru sərhədlərini bağlı saxlayaraq Azərbaycanı qapalı həbsxanaya çeviribdir. Baş nazir da İlham Əliyevdir. Biz sərhədləri bağlama, xalqı əsir saxlama şüarı ilə Tofiq Yaqublu'nun təklifi ilə aksiya keçirmişdik. Bu aksiyada təbii ki, bizləri apardılar polis məntəqələrinə, saxladılar. Sonra isə bir neçə saatdan sonra buraxdılar. Qanunsuz olaraq girov saxlayandan sonra buraxdılar. Mənim dəyərli dostlarım, mən nəyi təklif eləmək istəyirəm? Az danışıb çox iş görmək lazımdır birinci növbədə. Mən buradan müraciət eləyirəm. Bizi izləyən hər bir Azərbaycanı sevən, Azərbaycanın vətənpərvər oğul və qızlarına, Milli Müqavimət Hərəkətinə qoşulun, Azərbaycan Xalq Parlamentinə qoşulun, ümumiyyətlə Xalq Cəbhəsinə qoşulun, Müsavata qoşulun, ADR-ə qoşulun, hansı təşkilata qoşulursunuz, qoşulun, mənim dəyərli soydaşlarım. Təşkilatlanın, fərdi qaydada bu hakimiyyətə qarşı qalib gələ bilməyəcəyik. Biz millət olaraq birlikdə bu hakimiyyətə öz müqavimətimizi göstərməsək, bugün deyirik 400-ə yaxın məhbus var, sabahları o 400-lər 4000-lər olacaqdır. Hələ bizim bilmədiyimiz bu hakimiyyətin o, necə deyirlər, gizli fəaliyyəti ilə aradan götürülən o qədər insanlarımız var ki, bizim xəbərimiz yoxdur. Siz onu bilirsinizmi ki, bu hakimiyyət hal-hazırda Azərbaycan xalqının genofonunu məhv eləyir. Qəbul elədiyimiz dərmanlar keyfiyyətsiz, qəbul elədiyimiz ərzaqlar keyfiyyətsiz. Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan xalqının milli genofonu məhv olur. Azərbaycanda işsizlik, cavan vətəndaşlarımız ürək tutmasından rəhmətə gedir. Niyə? Çünki qəbul elədiyimiz yağların tərkibi palma yağıdır. O da bilirsiniz, insan bədən temperaturundan yüksək olduğuna görə həzm olunmur, tromb yaradır, o tromb da ürəyə gedir və ölümlə nəticələnir. Mən buradan onu demək istəyirəm ki, nə qədər ki birləşməmişik, bütün partiya rəhbərləri, üzvləri, ümumiyyətlə sıravi vətəndaşlar, əgər xilas olmaq istəyiriksə, biz birliyə gəlməliyik, birlikdə mübarizə aparmalıyıq. Əksi tədbirdə hal-hazır ki, İlham Əliyev ailə hakimiyyətinin ömrü uzanacaq və bizlər də elə, necə deyirlər, nənəmin nağılını danışa-danışa ömrümüzü bitirəcəyik. Mən mübarizəyə qoşulanda 17 yaşım var idi. Artıq mənim can sağlığımın çox hissəsi gedibdir. Bilmirəm, indi 3 gün, 5 gün, 3 ay, 5 ay ömrüm qalıb, onu bilən Allahdır. Amma heç olmasa bu qalan ömrümüzdə səmərəli işlər görək, Azərbaycanımızı bu mənfur rejimdən xilas edək. Bugün bu hakimiyyətdən qorxub səsini çıxartmayan valideynlər bilməlidir ki, sabah qorxa-qorxa, əzab-əziyyətlə, o məmurların bağ evlərində baxçıvanlıq eləməklə, hizmətçilik eləməklə, siz böyütdüyünüz övladları sizin əlinizdən bu hakimiyyət alacaq. Siz öz canınızı qoruyursunuz, amma öz övladınızı qurban edirsiniz. Bax, ona görə birləşməliyik. Ona görə vətənimizi xilas eləməliyik. Bugün mən Rza Səfərsoyla görüşdüm. Rza Səfərsoyun, yəni, hamı üçün bilən maraqlıdır, ona görə heç kim şəxsi algılamaz fikrimi. Rza Səfərsoyun sağlıq durumu çox ağır vəziyyətdədir. Heç bir tibbi yardım edilmir, müalicə mərkəzinə köçürülmür. Bildiyiniz kimi Rza bəy Səfərsoyun o odlu, yalovlu çıxışlarından qorxaq İlham Əliyev ailə hakimiyyəti Rza Səfərsoyu şərləyib həbs edibdir.
İlham Əliyev, əgər bu qədər dəmir yumruq deyirsənsə, qorxmursansa, niyə Azərbaycanın oğul və qızlarını şərləyib həbs edirsən? Qorxursan. Bugün mən danışıram Rza Səfərsoyun yerinə. Və Rza Səfərsoy həftədə bir dəfə danışırdısa, mən həftənin 7 gününü də danışıram. Gəl onda məni də həbs elə. Əgər sən gerçəkdən də o güc strukturlarının arxasında gizlənməmisənsə, papanın gül balası deyilsənsə, çıx meydana kişi kimi o şərlətdirib həbs elədiyin kişilərlə təkə-tək döyüşə çıx gələn. Prezident postundan istefa ver, gəl bir kişi kimi öz kişiliyi göstər də, deyinən ki, məsəl üçün Tofiq Yaqublu ilə mən diyaloqa girirəm. Meydana çıxıram, mübarizə aparım. Bu müxalifətçilər cinayətkar deyil. Sən onlardan cinayətkar düzəltməklə bütün beynəlxalq aləmə sən onlar cinayətkar kimi sıraya bilməyəcəksən. Bütün dünya bilir ki, birinci dərəcədə cinayətkar hal-hazır ki, İlham Əliyev özüdür və komandasıdır. Çünki o Azərbaycan xalqının qanını tökərək hakimiyyətə gəlibdir, hakimiyyəti qəsb eləyibdir, Tərtər soyqırımını, Nardaran hadisəsini, İsmailli hadisəsini, Gəncə hadisəsini və burada vaxt çox getməsin deyə mən bugün Facebook səhifəmdə yazmışdım ki, Əliyev ailə hakimiyyətinin hakimiyyətdə olduğu dövrdə cinayətlərini yazmaq fikrinə gəlsəm, əgər yazası olsam, dəryalar mürəkkəbim, meşələr qələmim olsa, mənim sözüm bitmədən qələmim də bitər, mürəkkəbim də bitər. İndi Azərbaycan xalqım, əziz soydaşlarım, görün bu hakimiyyət bu xalqın başına hansı oyunlara çıxdı, hansı fəlakətləri gətiribdir ki, yazmaqla bitib tükənən deyil, danışmaqla bitib tükənən deyil. Bircə çıxış yolumuz var, millət olaraq ayağa qalxmalıyıq, vətənimizi bu işğalçılardan azad eləməliyik və bunları məcbur eləməliyik ki, qanun qarşısında öz cinayət əməllərinə görə cavab versinlər, ən ağır şəkildə də ən pis həbsxanalarda cəzalarını çəksinlər. Deyəcəklərim bu qədər. Sağ olun, hər birinizə təşəkkür edirəm. 14 martda Rza bəy Səfərsoyun apellyasiya məhkəməsidir. Məhkəməyə gələnlər də, dəstək olanlara da Rza bəy Səfərsoy bugün özü şəxsən təşəkkürünü bildirdi. Kimin də imkanı olar, dəstək olar, sağ olsun. Deyəcəklərim bu qədər. Teşekkür ederim Təranə xanım.